Xalq artisti Laləzər Mustafayeva uzun fasilədən sonra yenidən televiziya ekranlarında görünərək tamaşaçıları sevindirib. Tanınmış aktrisa Günə Uğurla verilişinin qonağı olub və efirdən uzaq qalmasının səbəbləri barədə səmimi açıqlamalar verib. Aktrisa bildirib ki, artıq 7 ilə yaxındır gündəmdə görünmür. Onun sözlərinə görə sonuncu dəfə 2019-cu ildə ASTV-də efirə çıxıb. Daha sonra isə pandemiya dövrünün başlaması və səhhətində yaranan müəyyən problemlər bu fasiləni daha da uzadıb. Laləzər Mustafayeva vurğulayıb ki, televiziya sadəcə efirə çıxmaq, hazırlaşıb işə getmək demək deyil. Efir məsuliyyət tələb edir. Oraya çıxan insan tamaşaçıya müsbət enerji ötürməlidir. Mən də istəmirdim ki, özümü yaxşı hiss etmədiyim halda efirə çıxım. Tamaşaçı həmişə səmimiyyəti və enerjini hiss edir, deyə xalq artisti qeyd edib. Laləzər Mustafayeva həmçinin əlavə edib ki, sənətdən heç vaxt uzaq düşməyib. Sadəcə bu illər ərzində daha çox özünə, sağlamlığına və daxili rahatlığına vaxt ayırıb. Onun Günə Uğurla verilişindəki çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və aktrisanın yenidən efirlərdə görünməsi sevinc doğurub.